Son zamanlarda bütün tələbələrdə və ümumiyyətlə bütün insanlarda demək olar ki, yadda saxlama ilə bağlı problemlərin olduğunu görürəm, həmçinin özümdə də. Odur ki, günümüzdə informasiyanın qəbul edilməsi və ötürülmə sürəti həddindən artıq sürətlənib. Odur ki, məlumatları yadda saxlamaq getdikcə daha da çətinləşir. Və siz də əgər məlumatları yadda saxlaya bilmirsinizsə və yaxud da tez unudursunuzsa, o zaman bu videonu sona qədər izləyin. Bu yollarla, dərslərlə yanaşı həm də məlumatlar beyninizdə qalacaq və yaddaşınızdan ən önəmli məlumatlar silinməyəcək. Baxaq görək hansı mühüm yollar var. Mən məlumatları yadda saxlamağın sizlər üçün 7 addımda həllini qeyd edəcəm. Odur ki, diqqətlə izləyin, öz qeydlərinizi unudun və video bitəndən sonra və yaxud videoya yarımçıqda baxa bilərsiniz. Yəni ola bilər sonraya saxlayarsınız. Mütləq öz fikirlərinizi yazın və siz necə məlumatları yadda saxlayırsınız, bunlar da mənim üçün maraqlıdır. 7 addımda əldə. İndi birinci həllinə baxaq. Birinci ən çox tərcih edilən, tövsiyə edilən yollardan biri Feynman metodudur ki, bu metod vasitəsilə siz məlumatları nə cür yadda saxlaya bilərsiniz? Birinci addım Feynman metoduna görə 6 yaşlı uşağı öyrədin. Bu nə deməkdir? Əlbəttə siz 6 yaşlı uşağı hardan tapın müəllim deyə bilərsiniz. Bunun üçün 6 yaşlı uşağa ehtiyac yoxdur. Sadəcə elə bir formada məlumatları öyrənin ki, elə bilin ki, qarşınızda 6 yaşlı bir uşaq var və siz ona həmin məlumatı izah etməyə çalışırsınız. Yəni siz əlbəttə ki, bu zaman nələrdən istifadə edəcəksiniz? Olduqca sadə sözlərdən istifadə edəcəksiniz və uşaq da onu başa düşmüş olacaq. Odur ki, məlumatları mürəkkəb cümlələrlə və ya mürəkkəb formada, xaotik vəziyyətdə öyrənmək əvəzinə elə bilin ki, 6 yaşlı uşağa izah edəcək formada öyrənmisiniz və mümkün qədər sadə, primitiv bir formada izah eləməyə çalışın. Maraqlı yollardan biridir əslində birinci addım. İkinci, təkrar edin. Bəli, yəni dilimizdə də var ki, təkrar biliyin anasıdır. Mütəmadi bir şeyi əgər öyrənmək və yadda saxlamaq istəyirsinizsə, mütləq təkrar edin. Hətta bir yerdən sonra, təkrar edəndən sonra o artıq sizin beyninizə qeyri-şüuri şəkildə yazılır və demək olar ki, yaddan çıxmır. Hətta mən sizə nümunə üzərindən də deyə bilərəm. Məsələn deyirəm, mənim yadımda orta məktəbdən yadımda qalıb ki, tutaq ki, Səfəvilər dövləti 1501-ci ildə yaranıb. Bu necə yadımda qalıb, amma bəzi məlumatlar silinir əlbəttə ki, yaddaşımızdan. O qədər dərsdə vacib, önəmli tarixləri qeyd edirdi ki, müəllimlər, tarix müəllimimiz və bu hər dəfə mənim yaddaşıma yazdırdı. Və yaxud da tutaq ki, ABŞ-da baş verən Boston sülh müqaviləsi. Yəni bu formada bəzi məlumatlar o qədər təkrar olunurdu ki, mənim yadımda qalırdı və sizlərin də mütləq ki, təkrar edərək yadınızda saxladığınız çox məlumatlar var. İkinci addım mütləq təkrar edin və üçüncü addıma keçək. Vizuallaşdırın və sadələşdirin. Yəni mümkün qədər elə bu birinci addımın bir növ davamıdır. Yəni beyninizdə onun bir görüntüsünü də yarada bilərsiniz məlumatların və mümkün qədər yenə deyirəm sadələşdirin. Sadələşdirməyin də əlbəttə bir neçə yolunu qeyd edəcəyik. Bu Feynman metodudur. Feynman metoduna görə bu üç addımda məlumatı yadda saxlamaq mümkündür. Növbəti bir mərhələ, növbəti bir həll qaydası yadda necə saxlamaq olar? Açar sözlər və xülasə çıxarmaq. Hər mövzudan sonra 5-6 açar söz yazın və bu sözlərlə hekayə qurun. Nə deməkdir bu? Məsələn, uzun mətnlər olur ki, baxırsan ki, yəni 4-5 A4 səhifəsinə bərabərdir, amma bütün bunların fonunda onu bir A4-ün yarısı qədər məlumatda sığışdırmaq olar. Sadəcə sözü uzadır, yazar və yaxud müəllif uzadır, daha çox açır. Halbuki sən bunun hamısını qarşı tərəfə çatdıra bilmərsən. Sənə ən önəmli hissələr lazımdır. Məsələn, bir təqdimat eləməyə hazırlaşırsınızsa, hər hansısa bir kütlə qarşısında, insanlar qarşısında, siz o zaman bütün o A4-ü danışsanız, hamı sizdən yorulacaq sizin danışığınızdan. Odur ki, nə etmək lazımdır? Ən əsas yerləri götürmək, açar sözləri. Hətta mümkündürsə, bunu çıxışın əvvəlində eləyəsiz. Yəni deyir ki, bu açar sözlərimiz var və ondan sonra onlar üzərindən deməli hekayə qurub danışa bilərsiniz. Hekayə qurmaq ümumiyyətlə bir məlumatı yadda saxlamağın ən maraqlı üsullarından biridir. Hətta bunu öz həyatınızla bağlandıra bilsəniz, daha maraqlı olmuş olacaq. Növbəti ümumiyyətlə bu belə deyək, bir tapşırıq edən zaman ən çox edilən texnikalardan biridir Pomodoro texnikası. Bunu əlbəttə ki, bir çoxunuz məncə eşitmisiniz. Eşitməmisiniz belə. Bu gün bu barədə də danışacağam. Pomodoro texnikası nədir? 4 addımda siz öz biliklərinizi təkmilləşdirə bilərsiniz və yaddaşınızdan da məlumatları şey eləyə bilərsiniz, yadda saxlaya bilərsiniz və əlbəttə ki, nə edəcəyik biz Pomodoro texnikası haqqında danışacağıq. Bəs Pomodoro texnikası nədir? Pomodoro texnikasına görə əvvəlcə bir tapşırıq seçilməlidir. Bir tapşırıq seçdikdən sonra isə
artıq 25 dəqiqə özünüzə vaxt qoymalısınız. Bunun üçün telefonun taymerindən, sayğacından istifadə edə bilərsiniz və yaxud da kompüterin sayğacından və yaxud da ümumiyyətlə sayğaclar satılır saat formasında, yəni ala bilərsiniz. 25 dəqiqə vaxt qoyursunuz və 25 dəqiqə ərzində bu işi icra eləməyə başlayırsınız. Zaman bitənə qədər sadəcə bununla bağlı tapşırıqlara diqqət yetirməlisiniz. Yəni sizin fikrinizi yayındıracaq hər hansısa bir şey mümkün qədər kənarda tutun. Telefondur və s. Yəni telefondan yalnız saat üçün siz istifadə edirsiniz. 25 dəqiqə yalnız bu işlə məşğul olursunuz. 25 dəqiqə bitdikdən sonra isə vaxtın sonunda 5 dəqiqəlik fasilə eləyin. Və çalışın bu fasilələrdə də telefonla falan çox oynamayın. Sadəcə belə deyək, fiziki olaraq ayağa qalxın. Əgər kompüter qarşısında iş görürsünüzsə, dərs oxuyursunuzsa, biraz hərəkət eləyin, su için bu formada 5 dəqiqəlik fasilə eləyin. Və bu 2 dənə əməliyyatı 4 dəfə təkrar eləməlisiniz siz. Yəni 25 dəqiqə, sonra 5 dəqiqə fasilə. Yenidən 25 dəqiqə işləyirsiniz, 5 dəqiqə fasilə. 4 dəfə təkrar etdikdən sonra isə 15-30 dəqiqə aralığında fasilə verə bilərsiniz. Ümumilikdə də təbii ki, özünüz bir vaxt çərçivəsində bunu həyata keçirə bilərsiniz. Yəni bu elə bir period adlansın. Siz bunu 2 period falan bu formada eləyə bilərsiniz. Çox belə deyək, işə yarayan bir texnikadır. Yəni dünyada məşhur olan texnikalardan biridir. Hər hansısa bir məlumatı öyrənmək, tapşırığı icra etmək baxımından. Növbəti növbətiyə baxaq. Məkan dəyişdirmək. Mən bunu tələbələrdə adətən özüm müəllim işlədiyim üçün tələbələrdə bunu həddindən artıq çox görürəm. Məsələ nədir demək? Deyirlər ki, müəllim, mən evdə oxuya bilmirəm. Və yaxud da evdə mənim yuxum gəlir. Evdə uzanıram, fikrimi toparlaya bilmirəm. Evdə ümumiyyətlə imkan vermirlər və yaxud da sairə ümumiyyətlə tək qalsam da oxuya bilmirəm. Bunun əlbəttə elmi araşdırmasını hələ mən də araşdırmamışam. Niyə görə belədir? Çünki məkan olaraq evdə sakitçilik olur, amma oxuya bilmir tələbə. Gəlir kursda oxuyur və ya kitabxanaya gedir oxuyur. Halbuki hər ikisində eyni sakitlik var. Məncə bunun elmi əsaslandırması olmasa belə, yəni psixoloqlarda və yaxud da ki, zamanla bağlı olan insanlarda, zamanla məşğul olan insanlarda, zamanın idarə edilməsi ilə bağlı olan insanlarda qeyd edir ki, bəli, məkan dəyişdirmək əslində bir yandan yaxşıdır. Çünki belə deyək, evin xüsusi bir aurası var. Yəni adətən evə insan gələndə belə iş görmək istəyir, amma görə bilmir. Çünki evdə evdəkilər var və yaxud dincəlmək istəyirsən, evdə rahatçılıq var, uzanırsan, bir balaca belə problemlər olur. Ona görə bir məlumatı yadda saxlamaq və ya tapşırığı icra etmək üçün mümkündür ki, məkanı dəyişdirəsiniz. Yəni evdən kənarda bir yerdə həmin işi görməyə çalışasınız. Yəni həmişə eyni yerdə oxumaqdansa, bəli, qeyd etdiyim kimi bəzən fərqli yerdə oxumaq da yaddaşı gücləndirir. Növbəti qrafik diaqram, rəngli qeydlər. Xüsusilə vizual yaddaş yaxşı təkmilləşdirmək istəyirsinizsə, rəngli qələmlərlə və şəkillərlə öyrənin. Məsələn, bunu uşaqlar üzərində belə deyək, tətbiq eləyiblər, eksperiment aparıblar və bəli, uşaqlar şəkillərlə daha yaxşı öyrənirlər məlumatları, nəinki belə mətndən oxuyaraq. Sizlər də əgər hər hansısa bir xüsusi məlumatları kitabdan oxuyursunuzsa və yaxud da internetdən oxuyursunuzsa, mütləq o zaman rəngli qeydlərdən istifadə edin. Yəni əlbəttə ki, indiki kompüterlərin hamısında qeyd aparmaq üçün markerlər var və yaxud da əyani olaraq oxuyursunuzsa, mütləq qırmızı qələmlə fərqləndirin. Hətta belə deyə bilərim, ən önəmli məlumatı qırmızı ilə, yəni özünüzə bir rəng təyin edin. Nisbətən daha belə deyək, az təsirli məlumatları yaşılla, lap belə deyək, önəmli məlumatları siz göylə qeyd edə bilərsiniz. Ümumiyyətlə çalışın ki, mütəmadi qeydlər aparasınız ki, geriyə qaydanda, həmin məlumatları təkrarlayanda hansı hissələr önəmlidirsə, o hissələri yenidən sürətli formada baxa bilərsiniz. Bir növbəti səsli təkrar və video ilə izah. Bu nə deməkdir? Mən əslində müəllimliyə başlayanda bu yoldan çox istifadə eləyirdim. Mütəmadi səsli təkrar çox önəmlidir. Məsələn, siz vurğunu elə bir tonlamada eləyə bilərsiniz ki, həmin o tonlama ilə yadda saxlaya bilərsiniz. Və yaxud da mən bunu bir çox belə deyək ki, videoya baxanda özüm də müşahidə eləmişəm ki, hansısa bir çıxış edən spiker elə bir formada sözü və ya cümləni deyir ki, onun o cümləsi sənin yadından çıxmır, çünki onu vurğunu möhtəşəm bir tonlama ilə verib, yəni vurğu möhtəşəm olub, ona görə yaddan çıxmır. Və video izah ilə, yəni əgər dərs barəsində deyirəm, tutaq ki, bir məlumatı zəif yadda saxlayırsınızsa, mütəmadi tez-tez yaddan çıxırsa, yaxşı bir formada öyrəndiyiniz anda onu videoya çəkin. Ola bilsin ki, o sizin bir həftə, 2 həftə sonra yadınızdan çıxdı, həmin videonuza baxın və əlbəttə özünüz öz dilinizi çox rahat başa düşə biləcəksiniz. Ona görə mütləq səsli təkrar və ya video ilə izahda da önəmli məqamlar var. Bunlardan da istifadə edə bilərsiniz və əlbəttə ona mütəmadi təkrar
onu mütəmadi təkrar etmək lazımdır. Bunu ən çox mən harda eləyirdim? Universitet vaxtı müəllimlər mühazirə danışanda mən onların səsini qeydə alırdım. Xüsusilə fəlsəfə müəllimimizi və əlbəttə möhtəşəm bir tonlama diksiyası var idi. Gəlirdim evdə qulaq asırdım və beləliklə də kitab oxumaqdan azad olurdum. Elə ona qulaq asırdım, onun danışdığını ona qaytarırdım və belə deyək imtahanlardan keçirdim və yaxud da belə seminarlarda kifayət qədər yaxşı bal alırdım. Yəni özüm də istifadə eləmişəm bu yoldan. Yuxu və sağlam həyat tərzi ən birinci növbədə hər şeydən önəmli nədir? Əlbəttə, yuxu və sağlam həyat tərzidir. Yəni çünki yuxunuza və belə deyək, sağlamlığınıza fikir verməsəniz nələr baş verəcək? Birinci növbədə yuxuya fikir verməsəniz sizin diqqətiniz azalacaq. Bu da yaddaşın bir nömrəli problemidir. Diqqətin azalması. Diqqət fokuslaya bilmirsiniz bir şeyə. Yəni məşhur dünyaca bir problemdir bu diqqət əskiliyi. Daha sonra yuxulu olsanız əgər, yəni getdikcə artıq xroniki formada sizdə yorğunluq əmələ gələcək. Təbii ki, mən həkim deyiləm, amma bunu özümdən də deyə bilərəm ki, həddindən artıq 3-4 gün, 5 gün, 6 gün, 1 həftə, hətta 1 ay artıq yuxu ilə bağlı problem yaşayanda görürəm ki, artıq diqqət problemi, yəni əməlli başlı yaddaş problemi deməli ciddi şəkildə ortaya çıxır. Sual verirlər, sualı ikinci dəfə soruşuram, üçüncü dəfə soruşuram. Yəni bir türlü odaklana bilmirəm və ya cavab verirəm. Bir yerdə danışdığım ərəfədə bir də görürəm yadımdan çıxdı. Mən nədən danışırdım? Tələbələrdən soruşuram. Tələbələr mənə deyir, müəllim, bundan danışırdınız. Yəni bu formada yuxu və sağlam həyat tərzi çox önəmlidir. Elə sağlam olmaq həm də güclü yaddaşa malik olmaq deməkdir. Odur ki, bunları mütləq eləyin. Məlumatların yenə deyirəm, qəbulu və ötürülməsi həddindən artıq sürətlənib, amma mütləq formada yaddaşa fikir vermək lazımdır. Yəni bizə lazım olan məlumatları yadda saxlasaq bizim üçün kifayət eləyər. Həddindən artıq lazımlı və ya lazım olmayan məlumatları yadda saxlamağa, belə deyək, çox məlumatı yadda saxlamağa cəhd eləməyin, çünki beynimizin də bəlli bir kapasitesi var. Sizlər üçün önəmli olan yadda saxlayın və yadda saxlamaqda çətinlik çəkirsinizsə, qısa qeydlər aparın ki, belə deyək, sizin işləriniz asanlaşsın. Əgər video maraqlı gəldisə, mütləq öz şərhinizi yazmağı unutmayın. Bir növbəti videolarda görüşənədək sizin də əgər hər hansısa bir mövzuda görmək istədiyiniz bir video varsa, o video mövzunun adını yazın və mən də o barədə araşdırma eləyib sizlər üçün yenidən video çəkim. Sağ olun, görüşənədək.